İndi isə sizə təqdim etmək istəyirəm Gəncə Dövlət Filarmoniyasının Estrada ansamblı, bədii rəhbər Şəhriyar Tağıyev, musiqi tərtibatçısı Elvin İskəndərov. Sizi bu gözəl axşam Nasajı konsertində yenidən salamlayıram. Bu məkan, opera studiyası öz divarlarında təkcə gözəl melodiyaları deyil, həm də köhnə xatirələri, duyğuları, qəlbdən qəlbə axan hissləri yaşadacaq. Elə ilk növbədən qeyd etmək istəyirəm ki, bugün sürprizlərlə qarşılaşacaqsınız. Bugün gecəmizin, bu axşamımızın xüsusi qonağını səhnəyə dəvət etmək istəyirəm. Azərbaycan Respublikasının xalq artisti Könül Xasiyeva, alqışlarınızla. Teşekkür ederim, var olun. Akşamınız hayır olsun. Ramazan ayı münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm ilk öncə. Allah Teala oruç tutanların orucunu, gözəl dualarınızı qəbul eləsin. Qarşıdan gözəl bizim milli bayramımız, Novruz bayramı gəlir. Hər birinizi ürəkdən təbrik eləyirəm. Can sağlığı arzuluyuram. Firavan həyat, bol ruzu bərəkət və ocaqlarınıza musiqi dolu günlər arzuluyuram. Allah Teala'dan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, ölkə başçımızın rəhbərliyi altında müzəffər qalib ordumuza can sağlığı arzuluyuram. Allah Teala bizim 3 rəngli bayrağımızı ucadan uca eləsin inşallah. Bir Qarabağlı Azərbaycanımızı ürəkdən alqışlayaq. Var olsun bizim zavrumuz bu gecəni təşkil edib, bizləri də dəvət edib. Dedim, ay zavr, mənim aprelin 29'unda Heydər Əliyev sarayında solo konsertimdir. Biraz efirlərə, konsertlərə biraz az gedirəm. Dedi, yox, dur gəl ginən. Mən də durdum, gəldim. İndi hər birinizi solo konsertimə də dəvət edirəm. Sonra bir dənə də dedim ki, ay zavr, dedi, bəlkə 29'una kim, aprelin 29'una kim bir konsertdə deyək, dedim, ay zavr, bir oğru olur, oğru. Bu demək il boyu gəzir, il boyu gəzir, bir dənə ev tapır, ev. O evi aparır, bir il apardığı ilə dolanır, bir ildən sonra gedir ayrı evə girir. Bir dəfə bir evə girir, evi yığışdırır, qapıdan çıxanda görür ki, qonşunun evində, radioda müğənni oxuyur. Bizə niyə gəlmirsən, bizə niyə gəlmirsən, deyir, qoy bunları aparım, həll eləyim, sizə də gələcəm. Dedim, ay sağ ol, başıma dönüm, qoy bu gün gəlim, sonra 29 aprel konserti həll eləyək, sonra o bir konsertlərə gələcəm. Öpürəm, hamınızı bağrıma basıram. Sənətkarlarımızı, bizim gözəl sənətkarlarımızı, Gəncəmizin dövlət mahnı filarmoniyasının ansamblını salamlayıram, var olun. Yaman kışta karalaya, keskin
Şəhlaya